Sinema Radyo. Aziz dostlar, Sinema Radyo'nun Dost Sinema rubrikasıyla yayımımızı devam ettiririk. Konağımız hazırda istehsalatda olan Cennetin İqamətgahı sənədli filminin senaryo müəllifi ve quruluşçu rejissoru Kamran Qasımovdur. Kamran Bey, hoş geldiniz. Teşekkür ederim. Hoş gününüz olsun. Yani belə deyək də, biz bugün hesab edək ki, özümüz üçün bir hesabat veririk və minnətdaram ki, bizim bu proqramda məhz bu hesabatı nəzərə almışıq. Hamımızla, siz başda olmaqla. Estağfurullah. Kamran Bey, məhz Cənnetin İqamətgahı. Ümumiyyətlə, ideya hardan qaynaqlanır? Biraz bizə danışın. Ümumiyyətlə, bu filmin ideyası məndə çox əvvəllər yaranmışdı. Çünki nəzərə almalıyıq ki, insan doğulub boya başa çatdığı mühitdə insanlar olur həmişə, insanların əhatəsində olur və hər zaman məndə, baxmayaraq ki, mənim anam Ordubaddandır, amma bu bölgəyə, bu şəhərə, bu rayona mənim çox böyük bir marağım vardı. Uşaq vaxtı həm gördüklərim, Bakıda ünsiyyətdə olduğum insanlar, qohumlar, babam, nənəm, anam və bunların hamısı təbii ki, bir insanda baza formalaşdırır. Və 2011-ci ildə, 11-13-cü illərdə mən bir kitab yazmışdım, Mirassız Varislər. O da Ordubadda baş verən detektiv idi, intellektual detektiv idi. O 2 dəfə 2014-də və 2020-ci illərdə çap edildi. 21-ci ildə çap edildi. Və Ordubad hər zaman öz etnoqrafiyası, folkloru, tarixi abidələrindəki şifrələri, sirli məkan olmaq statusu ilə məni özünə cəlb edib. Mən sözün düzü müxtəlif vaxtlarda Ordubadda, Ordubadla bağlı mənim müxtəlif vaxtlarda müəyyən, belə deyək də, yazılarım olmuşdu, müəyyən yanaşmalarım vardı. Amma bu biraz fərqli idi. Bildiyiniz kimi 2026-cı ilin fevral ayında Ordubad irsi SESCO-nun dünya irsinə, ilkin irs siyahısına daxil oldu. SESCO-nun ilkin siyahısına daxil olmaq çox böyük bir əslində hadisə idi. Və mən ilk növbədə artıq buna qədər də məndə bir layihə formalaşmışdı. Yazmışdım, cızma-qaralar etmişdim, Cənnetin İqamətgahı adlı. Mən həmin o layihənin artıq vaxtının çatdığını hiss etdim. Çünki həmin o kitabda da Cümə məscidi, Sərşəhər məscidi intellektual detektivin əsas demək, süjet xəttindəki əsas artefaktlar kimi göstərilirdi. Burada da həmin proses var, burada da həmin artefaktlar var. Amma artıq mən istədim bu layihədə rayonun, Ordubadın bir tarixi məkan olaraq açılması, onun tarixi abidələrinin bugünü və keçmişi, sonra ümumilikdə Ordubadda mövcud olan kəhrizlər, bu vaxtda növbəti, burada dəqiqələrdə danışacağıq, kəhrizlər, daha sonra Ordubadın meyvələri, təbiəti, bütün bunlar bir cəm halında olsun. İllər öncə, mən deməyəcəm məzmunu, daha doğrusu mənbəni, mənim qarşıma bir klip çıxmışdı. Və bu klipdə biz türkülərin, çünki Türkiyədə çəkilmişdi, türkülərin oxunması və oxunarkən onun tarixi köklərinin hansı artefaktlar, hansı mədəniyyət abidələri ilə, mədəniyyət nümunələri ilə bağlı olduğu göstərilirdi. Bax, görürsünüz, artıq o puzzle'lar var. Artıq SESCO-nun ilkin siyahısına daxil edilməsindən sonra mən layihəni Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə təqdim etdim. Mədəniyyət Nazirliyi layihəni tam olaraq təhlil etdikdən sonra onun istehsalı ilə bağlı qərar verdi, razılığını bildirdi. Mən fürsətdən istifadə edib belə öz platformamızdan bir daha Mədəniyyət Nazirliyinə Azərnew Media şirkətinin uzun illərdən bəri mövcud olan vacib, mən hesab edirəm ki, vacib, sağlam
və ölkəmiz, dövlətimiz üçün, mədəniyyətimiz üçün faydalı olan əməkdaşlığına görə dərin təşəkkürümü bildirirəm. Əlbəttə burada təkcə bizim layihə yox, Sinema Radionun da böyük bir payı var. Və başda Adil Kərimli, bizim mədəniyyət nazirimiz olmaqla bu layihəyə çox böyük diqqət verdilər, önəm verdilər. Mən xüsusilə layihənin koordinatorunu, bizim Mədəniyyət Nazirliyinin media ilə iş sektorunun müdiri Aynur Kərimovanın da burada təbii ki, dəstəyini göstərmək istəyirəm. Nazir müavini Səadət Yusifova. Yəni, komanda deyəndə insanların tam olaraq ümumi amal, ümumi iş üçün göstərdikləri demək, dəstək nəzərdə tutulur. Mən bu layihənin istehsalına başlamazdan əvvəl təbii ki, Mədəniyyət Nazirliyini bizim əsas dəstəkçimiz olmaqla yanaşı onun tərəfdaşları da var və mən ISESCO-nun Bakı ofisi, yəni İslam Elm, Təhsil, Mədəniyyət təşkilatının Bakı regional ofisi ilə əlaqə saxladım. Yeri gəlmişkən ofisin rəhbərinə təşəkkürümü bildirirəm və direktor müavini Məryəm Qafarzadə bizim əziz dostumuz, o da çox vacib işlərlə məşğul olur hazırda və onların da əlbəttə ki, tərəfdaş olaraq biz diqqətini gördük. Müəyyən məsləhətlər məscidlərlə bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə aparıldı. Təbii müəyyən məsləhətləşmələr, onların da müəyyən onlarla da müəyyən məsləhətləşmələr oldu. Yəni tam dini təbii ki, aspekt yoxdur. Çünki mən deyim sizə, Ordubadda din və elm hər zaman eyni müstəvidə olub. Din cəhalət olmayıb. Ordubadda din cəhalət yox. Elmi əsasını hər zaman tələb edən bir nəsnə olub. Yəni, insanlar, məsələn, Ordubaddan Yusif Məmmədəliyev çıxıb, bizim dünya şöhrətli alimimiz, Ordubaddan Məhəmməd Tağı Sidqi kimi, hətta əsrlərə qayıtsaq Nəsrəddin Tusi kimi insanlar çıxıb, amma onlar Allaha inanan insanlar olublar. Dinə münasibətləri olub. Yəni, Ordubadda bir balans var. Bizim filmdə də bu balans göstərilir. Mart ayında ilkin çəkilişlər apardıq. Bu birisi nədir, Yaqut xanım? Yəni, biz əslində həm kəşfiyyat xarakterli çəkilişlər idi, həm də Ordubadda maraqlı adətlər var. 7 ləvin, məsəl üçün, ilaxır çərşənbədə süfrəyə 7 cür nemət qoyulur və bazara çıxarılır. 7 ləvin bazarı var. İnsanlar öz məhsullarını bazara çıxarırlar. Əvvəllər, məsələn, insanlar özlərinin hazırladıqları o partlayıcı maddələr vardı. Təbii ki, zərər yetirməyən. Onlar qəfildən partlayırdı, məsələn, bazarda. İnsanlar, məsəl üçün, orada nəsə biri məsələn tütək çalırdı, biri məsəl üçün hətta nəsə partladırdı. Yəni, belə şən keçirdi də şəhər bazarı. Onu biz, təbii ki, zaman dəyişib, illər dəyişib, adətlər dəyişib və biz bugün tamam fərqli bir zamanda yaşayırıq. Bugün hər şeyin rəqəmsallaşdığı bir dövrdə yaşayırıq. Amma buna baxmayaraq, Ordubad burada da özünün balanslı mövqeyini həmişə saxlayır. Yəni, həm tarix, həm mədəniyyət, həm etnografiya, həm də müasir dövrün tələblərini biz şəhərdə açıq-aşkar görə bilərik. Və biz mart ayındakı çəkilişlərdən sonra artıq bir növ bu hesab edin ki, yol xəritəsi üzərində iş idi. Bu çəkilişlərdən sonra biz bildik nəyi necə edəcəyik. Çəkilişlər may ayında davam etdi, iyun ayında davam etdi və onu da deyim ki, mən şəxsən Ordubadda dəfələrlə olmuşam ana xəttimə, ana köklərimə görə. Amma tam səmimi deyirəm ki, Ordubadın bu dəfəki təqdimatı, bu dəfəki yanaşma mənim üçün bu şəhəri, bu tarixi bir məkanın yenidən açılmasına gətirib çıxartdı. Mən yenidən Ordubadı kəşf etdim. Deməli, belə başa düşürük ki, Cənnətin iqamətgahı filmində biz Ordubadı fərqli rakursdan görəcəyik. Bilirsiniz, hər bir film, hər bir ekran əsəri rakursdur, yanaşmadır. Hər bir ekran əsərinin özünə məxsus xüsusiyyəti var. Hər bir ekran əsəri tamaşaçının hafizəsində, yaddaşında nə-nəsə qalmalıdır. Yəni, belə deyək də, çəkilən filmlər
Mən istəmirəm ki, Cənnətin iqamətgahı gələcəkdə sadəcə hansısa filmlərdə xronika kimi istifadə olunsun təkcə. O həm də tamdır, bütöv olmalıdır. O həm də tam olmalıdır. O insanlar bu filmə baxanda deməlidirlər ki, bax Cənnətin iqamətgahında da bunu göstərmişdi müəlliflər. Bilirsiniz Yaqut xan, mənim həmişə bir sözüm var, həmişə mən deyirəm. İnsan fanidir. Sabah deyəndə illər sonra bizim buradakı yerlərimizdə başqa insanlar oturacaq, növbəti nəsillər oturacaq. Onlar bəlkə tamam fərqli verilişlər aparacaqlar və doğrudan da aparacaqlar. Fərqli filmlər çəkəcəklər. Amma hər birimiz öz potensialımızla əslində gələcəyə bir mesaj qoyuruq, iz qoyuruq. Bax, bugün biz sizin demək, aparıcısı, redaktor olduğunuz bax, bu Sinema Radio, Kino Radio kanalı əslində arxivdir də, yəni bunu artıq Azərbaycanda tanınır, bu bir brenddir. Amma bu, məsəl üçün, Ercək Yaqutun səsi ilə qalacaq ki, yəni eləcə də bizim yaratdığımız, biz yaradıcı insanların yaratdığı hər bir iş bizim öz yanaşmamızla yaddaşlarda qalacaq, arxivlərdə qalacaq. Ona görə mən çalışıram ki, burada fərqlilik göstərim. Fərqlilik də nədir? İlk baxışdan son dərəcə sadə görünə bilər sizə. Deyə bilərsiniz ki, musiqi onsuz da bütün filmlərdə var. Amma biz hər dəfə filmlərdə nəyə görmüşük? Bir fotoqraf gəlir, çəkir, gedir. Çəkdiyi prosesdə də köhnə hamamları görür, köhnə abidələri görür və çəkdikcə tamaşaçıya artıq bir növ tamaşaçı üçün epik təhkiyə yaranır. Biz isə burada, bizim də ilkin variantımızda bir fotoqraf var idi. Amma mən son anda başa düşdüm ki, bizdə iki süjet xətti vardı. Yəni ikisi də olmalıydı. Fotoqraf və musiqiçilər. Yük musiqiçilərin üzərinə düşür. Filmin çox maraqlı bir ekspozisiyası var. Nə vaxtsa köhnə şəhərə düşəndə, bunu Elxan Cəfərov deyir, nə vaxtsa köhnə şəhərə düşəndə onun ritmini hiss eləmisiniz. Bax, siz elementar uzağa getməyin, içəri şəhərdə gəzəndə, mən inanmıram ki, siz ya digərləri içində bir ritm hiss eləməsin. O şəhərin ritmidir sizi o cür, necə deyim, orada gəzdirən. Şəhərin ritmini hər adam tuta bilmir. Amma o içimizdə yaranır. Keçmiş sirayət eləyir içimizə. Və burada da musiqiçilər gəlirlər şəhərə, Ordubada və keçmişi, qədim şəhərin ritmlərini axtarırlar. O ritmlər də bayatılardır. Ordubad bayatıları. Və biz həmin Ordubad bayatılarını sənədliliklə çalıyırıq. Xarabagilan qəsəbəsində arxeoloqlar işləyir. Orada kimsə xalça toxuyur, burada kimsə at nallayır, burada kimsə qamışdan nəsə düzəldir, burada Yeddiləvin bazarıdır, orada meyvəçilikdən danışılır, kimsə limon calağı ilə məşğuldur. Burada uşaqlar qaçışır, oynayır, orada məscid, dindarlar namaz qılır. Görün, nə qədər hərəkət qüvvə verici qüvvə var. Və bütün bunların hamısının bir adı var, Ordubad. Və bütün bunların qlobal adı var dünya üçün, Azərbaycan. Adətən, Kamran müəllim, sənədli filmdə öncədən yazılmış ssenari olmur. Necə düşünürsünüz? Və mənə çox maraqlıdır. Bu söylədiyiniz musiqiləri, bu ritmləri biz məşhur insanların dilindən mi eşidəcəyik, yoxsa? Çox yaxşı sualdır. Təşəkkür edirəm. Belə deyim də, deməli filmin konkret olaraq ssenarisi, ədəbi ssenarisi olsa da, bu sadəcə olaraq bir növ, belə deyim, istiqamət xarakteri daşıyıb. Ümumiyyətlə, sənədli filmlər mənim üçün, mən bunu tam səmimi deyirəm, mənim üçün sənədli filmdə ssenarinin olması əslində insanın özünü qəlblərə salması kimi xarakterizə olunur. Kadr arxası mətnin də mən əslində əleyhinəyəm. Filmlərdə stand-up deyirlər. Onun müəyyən qədər əleyhinəyəm. Düzdür, məsələn, mən Los Angeles'da olanda, Cənubi Kaliforniyada meşə yanğınları olanda Küldə Şərqi deyənlər filmi, həmən o filmdə, məsələn,
mən hadisə yerində kül olmuş ərazidən stand-up eləmişdim telefonumla üzdə. Yəni o film mobil telefonla çəkilib. Daha doğrusu selfie çəkirdim, danışırdım. Bu artıq faktdır. Mən çünki həmin ərazidəyəm. Hava qaranmağa doğru gedir, orada işlər gedir və s. Mən orada hadisə yerindəyəm. Amma məsələn mən durub Ordubad abidəsinin qabağında stand-up eləyə bilmərəm. Bu veriliş estetikasıdır. Və öz təbirimcə deyəcəm, sənədli filmin konkret ssenari planı olmur. Daha doğrusu senarisi olmur. Planı olur. Həmin o plan sənə çəkiliş meydançasında imkan verir ki, sən gedəcəyin obyektləri, çəkəcəyin, yaradacağın o kontenti ən azı müəyyən bir yol xəritəsi ilə təmin edəsən. Fikrim aydındır da. Biz məsələn gedəndə çəkilişə bizim operatorumuz Arif Zeynalov, bizim təsvir rejissorumuz çox demək işini bilən, məsuliyyətli bir insandır və buradan onu salamlayıram. Arif, mən dedim Arif, falan şeyi də çək. Falan gördüyün şeyi də çək. Bunu da çək. Məsələn bir yer deyəcəm sizə. Orada bir yer var, bayatı var. Gənzə kəndi var Ordubadda. Gənzə. Gənzədən gəlirəm və təxminən belə deyir. Gənzə sözü işlənir və orada deyir ki, ikinci misradakı atın yesin yoncadan. Onu İlahə Murad Siyavuş müəllimin musiqisi əsasında oxuyur. Gənzədən gəl Gənzədən, atın yesin yoncadan. İndi xatırladım. Atın yesin yoncadan. Ondan da biz bir neçə gün qabaq, daha doğrusu ondan bir gün qabaq bir at gördük. Daha doğrusu birinci dəfə gedəndə at çəkmişdik. At yonca yeyir. Mən dedim, Arif, onu çək. O bizə lazım ola bilər. Şurama dedim, təsvirdir də. Sonra biz o bayatını bizim hörmətli alimimiz Aytən Cəfərovadan onun yəni tövsiyəsindən alanda atın yesin yoncadan. Mən qayıtdım ki, o at salamatdır da, indi kadrda at qalıb. O kadrı mütləq montajda biz istifadə eləyək. Yəni sənədli film müşahidədir, Yaqut xanım. Sənədli film müşahidədir. Jean-Luc Godard yaxud demək Amerikada direct sinema, yəni birbaşa kino cərəyanı var idi. Robert Drew məşhur kino rejissor, operator. Onu məsəl üçün mən götürə bilərəm. Dziga Vertovun özü, yəni mən klassikləri hələ deyirəm də. Hamısında əgər baxsaq, müşahidə manerası mühüm əhəmiyyət kəsb edir. Müşahidə etmək, insan müşahidə etməlidir. Hər zaman müşahidə etməlidir. Bilirsiniz, bütün hallarda sənədli filmin planı vacibdir. Amma sən gördüyünü çəkməlisən. Biz gördüyümüzü çəkmişik. Bizim 17 saatlıq materialımız var, çəkilmiş. 17 saat. Bəs filmin özü neçə? Film özü 45-48 dəqiqə arası olacaq. Deməli, bu ondan xəbər verir ki, film çox dinamik olacaq. Nəfəs alıb artıq onu buraxmağa başlayanda filmin titrləri gəlməlidir. Yəni, sənədli film yorucu olmamalıdır. Bilirsiniz, Yaqut xanım, biz bugün elə bir dövrdə yaşayırıq ki, insanları təəccübləndirmək, onları maraqlandırmaq çox çətindir. Bax, sizin əlinizdə o smartfon var, düzdürmü? Məndə də var, hamıda var. Biz istədiyimiz bir məlumatı gecə saat 2-də də bir saniyəyə əldə edə bilirik, düzdür? Artıq film anlayışını o qədər aşağı bir həddə salıblar ki, hər şeyə film deyirlər, hər audiovizual məhsula film deyirlər. Film kinodur. Filmdə kinematografik ifadə vasitəsi olmalıdır. Mən biraz çox çıxıb, amma təsəvvür edin ki, mən məsəl üçün montajda baxıram, nəsə görürəm ki, hələ ki o fikri mən tutmamışam, hələ ki o fikri mən çatdırmamışam, bu məni içimdən narahat eləyir. Bax, içdən narahat eləyirsə səni, bu artıq sənin fərdi üslubunun formalaşmasıdır. Sənin fərdi. Mən sizə bir şey deyim. Mən, yaxud başqa bir rejissor, hər kəsin içində olmalıdır o mövzu. Bildiniz necə? Mövzu hər kəsin içində olmalıdır. Əgər mövzu mənim işimdə deyilsə, mən o filmi yarada bilməyəcəyəm. O film yarana bilər. Maliyyəyə görə, hansısa başqa məsələ. Amma film insanın içində formalaşmalıdır. Amma
Oldu mu elə anlar ki, siz ssenari planında fundamental hansısa dəyişikliklər etdiniz? Təbii ki, çəkiliş meydançasında biz, yəni məsələn, biz gəldik Naxçıvan hava limanına düşdük. Və mən Siyavuş müəllimin musiqiçilərlə yeri gəlmişkən İlahə Murad, Soltan Əliyev, Əmrah, hansı ki burada udda ifa eləyirdi elə bu studiyada, amma yeri gəlmişkən orada həmin o Əmrahın yazısını o özü gedə bilmədi. Orada Araz Rızayev var, mədəniyyətdə işləyir. Çox yaxşı insandır, dostumuzdur. Udda o ifa elədi. Yəni daha doğrusu aktyor olaraq o çəkilib, o özü ud ifa etməyi bacarır, amma fonoqram buradan getmişdi. Mən gördüm Siyavuş müəllim Soltanla, İlahə xanımla biz bir gedirik hamımız, məsləhətləşmələr aparır. Danışır. Mən oturmuşam hava limanında, Bakı hava limanında hələ və baxıram. Və qayıtdım birdən dedim ki, Siyavuş müəllim, ağlıma bir ideya gəldi. Siz vaxtilə ailə filmində başrolda oynamısınız. Gəlin indi biz sizin aktyorluq ifanızdan istifadə eləyək. Necə? Düşünmüşsünüz, siz öz ifaçılarınızla, musiqiçilərinizlə məsləhət eləyirsiniz. Nəsə onlara izah eləyirsiniz, nəsə onlara başa salmağa çalışırsınız. Biz də sizi çəkirik. Biz sizi çəkək bəzi hallar. Siyavuş müəllim razı değildi buna. Dedi ki, yox, çünki biraz bu düzgün olmayacaq. Mən istər-istəməz kameranı biləcəm və s. İnanın ki, 50'nin 50'ye baş verdi bu proses. Siyavuş müəllim gah bilirdi, bəzi hallarda da bilmirdi. Biz kameranı, mən dedim, Arif, tez çək, onlar məşq eləyir, nəsə deyir onlara. Çəkirdi, iri planda Siyavuş müəllimi. Düzdür, orada qurulma səhnələr də var. Amma müəyyən hallarda biz çalışırdıq müşahidə edək. Yenə deyirəm, Yaqut xanım, sənədli film kim ki deyir, ssenari əsasında çəkilir. Mən bu fikirlə razı deyiləm. Sənədli filmin ssenari müəllifi də, rejissoru da bir adamdır, rejissor. Çünki bəli, ola bilər ki, ssenari müəllifi hansısa bir zayafqa deyirlər də, hansısa bir planı verir. Bu da var. Amma o ssenari heç vaxt tam ilkin mərhələdə tam ola bilməz. O ssenari hər zaman bir plan olmalıdır. Sən bilmirsən, sən gedib gördüyün situasiyada, rastlaşdığın vəziyyətdə nələr baş verə bilər? Sən onu bilmirsən. Başa düşürsünüz? Gəl razılaşaq ki, yaşlı insanlarla da söhbət maraqlıdır. Oldu Ordubadda yaşlı insanlarla söhbət? Təbii ki, yaşlı insanlarla biz ünsiyyətdə olduq. Elə mənim üçün əsas işin mayası yaşlı insanlar idi, yaşlı nəsil idi. Yəni o yaşlı nəsil ki, onların artıq 80-dən yuxarı yaşı var. Müşahidələr çox idi. Uşaqlar, sakinlər, kimsə evinə gedir, kimsə mağazadan gəlir, kimsə nə bilim namaz qılır və s. Kimsə su içir. Məsələn, orada çeşmələr var. İnilin çeşmələridir. Yaşlı insanlar var idi. Birisiz, amma çoxları danışmaq istəmirdi. Necə danışmaq istəmirdi? Yəni, birisiz, mən onları da qınamıram. Yəni, ilk dəfə kamera falan bu cür tabulara bəlkə də öyrəşməmişdilər. Amma danışanlar da oldu. Hardasa bir 8-9 nəfər. Və onların məhz ifadələri, onların söylədiyi fikirlər bizə imkan verdi ki, biz Ordubadın keçmişini bərpa edək. Düzdür, mən fürsətdən istifadə edib Azərbaycan Milli Arxiv İdarəsinə də dərin təşəkkürümü bildirirəm ki, biz onlara müraciət etdik və onlar bizə Ordubadın keçmiş dövrünün 50-ci illər, 60-cı illərin kadrlarını tapdılar və ümumilli liderimiz Heydər Əliyev Ordubada çox böyük önəm verib, Ordubadı Azərbaycanın incisidir deyə tərif edib. Onun Ordubada 70-ci illərdə, 80-ci illərdə gəlişi, orada fəaliyyət göstərən müəssisələrlə tanışlığı barədə bir material vardı, bir neçə material vardı ki, onu da Milli Arxiv İdarəsi
mən buradan təşəkkürümü bildirirəm. Başda Əsgər müəllim olmaqla Şamxal bəyə, Xəyalə xanıma və digərlərinə ki, bu işdə də bizə kömək etdilər və mən sözün düzü media adamı olsam da o kadrları görməmişdim. Və bu artıq mən sevinirəm ki, bizim arxivimizdədir. Çünki yaddaşdan qiymətli heç nə ola bilməz. Bu unikal kadrlar, onların qiyməti yoxdur və yaşlı insanların dediyi fikirlər, həmin o kadrlar bu bizə keçmişi bərpa etməyə imkanı verdi. Maraqlı idi söhbətlər. Onlarla ünsiyyət çox maraqlı idi. Mən təbii ki, o ünsiyyətdə öz dünyadan köçmüş nənəmi, babamı və digərlərini xatırlayırdım. Bu, bilirsiniz, filmin qayəsi gərək insanın içində olmalıdır. Yəni, yenə deyirəm. Kim olur olsun, hansı mövzu olur olsun, o sənin içindən keçməlidir. İçindən keçməyən film sənin filmin deyil. O sadəcə olaraq sənin pul qazanmaq, kommersiya məqsəd daşımaq, düzdür, bu vacibdir. Kino kommersiyadır. Bu vacib, bu başqa bir söhbətin mövzusudur. Dəfələrlə Sinema Radioda biz bunu müzakirə etmişik, edirik. Bu bizim missiyamızdır burada, sizin missiyanızdır. Amma o kommersiya məqsədi ilə çəkilən filmin özü də konkret, uyğun icraçı tərəfindən həyata keçirilməlidir. Bilirsiniz, gəlir əldə etmək çətindir. Amma hardasa güclü prodüser olduğu halda mümkündür. Amma bir filmin fiziki qüsurlu olması artıq yol verilməzdir. Ona gəlir gətirəcək. Mən demirəm ki, bu film gəlir gətirəcək o dəqiqə, yox. Amma bu film bizim məqsədlərimiz başqadır. Bizim məqsədimiz başqadır. Zəngəzur dəhlizinin biz açılması ərəfəsindəyik. Regionda Azərbaycan çox böyük dəyişikliklər həyata keçirir. Azərbaycan prezidenti regionu yeniləyib. Bu faktdır. Bu, bilirsiniz, dünyada hansı formatda qərəzli münasibət olsa belə ölkəmizə, bu dəyişilməz bir faktdır. Ki, Azərbaycan bu yeniliyi edib, Azərbaycan regionu yeniləyib, düşmənçiliyə son qoyub, sülh müqaviləsinə gedir. Regiona tam halında biz baxırıq. Ordubad Zəngəzur dəhlizinin düz girişindədir. Giriş qapısıdır. Yeri gəlmişkən Real Təhlil İnformasiya Mərkəzi bu filmin informasiya dəstəyini həyata keçirir. Mən buradan təşəkkürümü bildirirəm Mişahin Ağayevə bu təşəbbüsü dəstəklədiyinə görə. 2026-cı ilin mart ayında biz bu filmi çəkməyə gedəndə axşam martın 16-sı axşam orada, səhvəmizə 17-si axşam, üzr istəyirəm, orada bir çal-çağır var idi Zəngəzur dəhlizinin. Daha doğrusu Ordubadda ilaxır çərşənbə qeyd olunurdu. Mən oradan canlı məlumatlar verdim Real TV-yə. Mənim birinci cümləm bilirsiniz nə oldu? Zəngəzur dəhlizinin qonşuluğunda bayramdır. Bu böyük xoşbaxtlıqdır, bunu artıq demək. 91-ci ilin avqust ayında biz yay tətilindən qayıdırdıq Ordubaddan Bakıya. Çox çətin bir şəraitdən keçdik. Bələdçi dedi ki, demək, pəncərələri bağlayın, brezent demək, örtüklər vardı. Bağlayın, biz Meğridən keçirik. Yəni, hər şey ola bilər təbii. Biz əyildik. İndiyə qədər yadımda. Anam, mən, nənəm əyildik. Hamı əyilmişdi. O qatarın tükürpədici səsi, o uğultu bugünə qədər qulağımdadır. Necə keçdi o yolu? Bizdən 2 qatar ya 3 qatar sonra sentyabr ayında artıq yol dayandı. O yolu bağladılar, hətta insanları əsir götürdülər. O vaxtki hakimiyyət çox çətinliklə o insanları azad elədi. Hətta orada bildiyim qədərilə insan vardı ki, halı çox xarab olmuşdu, ehtiyac vardı həkimə, hətta ona təmin etməmişdilər. Amma bunlar arxada qalır yavaş-yavaş. Biz o dövrü görmüşük. Ona görə bizim üçün artıq bunun qədrini bilmək çox vacibdir. Və Zəngəzur dəhlizi, baxın, filmdə bir yer var, indi açmaq istəmirəm. Musiqiçilər biz getdik həmin o Salam Məlik stansiyasına. Salam Məlik stansiyası Kötam qapısı deyirlər, Zəngəzur dəhlizinin düz girişidir. Qatar Ermənistan ərazisi, indiki Ermənistan ərazisi Mehridən, bizim qədim torpağımızdan keçirdi tuneli, girirdi Ordubada. Biz oraya yaxınlaşdıq bu axırıncı dəfə.
musiqiçilər ud, zərb aləti, ifa Ordubad bayatısı ilə yol gələr Ordubada. Oradan oxuya-oxuya gəlirdilər. Araz çayı, Qərbi Azərbaycan, Cənubi Azərbaycan və Ordubad və region ümumi. Bilirsiniz bu nə deməkdir? Yəni bizim mesajımız qlobaldır. Bir bölgənin, bir yerin timsalında biz əslində qlobal mesaj veririk. Arazın otayını göstəririk. Qərbi Azərbaycanın dağlarını göstəririk. Və biz hazırıq. Şaşırsınız. Artıq musiqi ilə bir mesaj verirsiniz. Bəli. Və bu sənədli film, musiqilər, özü də orijinal, bəstələnmiş musiqilər. Niyə musiqili etmək qərarına gəldiniz? Düşünürəm ki, hardasa daha çox o ritmi tamaşaçılara hiss etdirməkmi? Tamamilə doğrudur. Mən əvvəl də dedim, tarixin ritmlərini köhnə şəhərdə axtarmaq. Tarixin ritmləri özü artıq musiqidən xəbər verir. Ordubadla bağlı biz 8 bayatı istifadə etmişik. Sonuncu 9-cu şeir bizim görkəmli şairimiz, böyük şairimiz, əslən Ordubadda olan, mənim də xətrini çox istədiyim Rüstəm Behrudiyə məxsusdur. Və həmin o axırıncı şeir, hansı ki biz istifadə etmişik, o qədər xalq dilinə yaxındır ki, Siyavuş müəllim onu bəstələyəndə hətta elə bildi ki, o da bir bayatıdır. Amma o şeirdir. Konkret müəllifi var, şifahi xalq ədəbiyyatı deyil. Musiqili etmək zərurəti 3 məqamdan irəli gəldi. Birincisi, belə bir janr var, amma inkişaf etdirilməyib çox. İkincisi, belə bir janrın olması Azərbaycan sənədli kinosu üçün vacibdir. Üçüncüsü isə, dediyimiz ən əsası, sənin içində hiss etdiyin tarixi ritmlər özü bir musiqidir. Biz şifahi xalq ədəbiyyatı ilə tarixiliyi ayırmadıq. Məsələn, biz Harabagilan ekspedisiyası ilə, orada alimlərimiz işləyir, Bəhlul müəllimə yeri gəlmişkən salamlayırıq. O ekspedisiyada, özə təsəvvürün hara qalxmışıq, deməli, çox hündür bir yerdir. Daşlar ayağımızın altından gedir. O şəhər Monqolların hücumları, Səfəviləri dövründə müxtəlif vaxtlarda dağılıb. Sonra zəlzələ olub, bütün ərazi titrəyib, ərazi tamam dağılıb. İnanın ki, tam səmimi deyirəm sizə, biz o musiqiləri, həmin o məkanlar, daha sonra montaj prosesində onları paralel montaj edəndə biz başa düşdük ki, biz haqlıyıq. Mən haqlıyam. Mən demək biraz çox olur, amma sonda məcburam. Haqlıyıq. Yəni mən bir dənə sizə söz deyim, bu çox vacib amildir. Bax, siz bayaq bir sual verdiniz. Mən də əlavə etdim Zəngəzur dəhlizi ilə bağlı. Deməli, Ordubad 90-cı illərdə çox güclü hücuma məruz qalırdı. Biz dağ kəndlərinə getdik. Deyirdilər ki, bəs ermənilər gecə hücum edə bilər. İnsanlar gedirdi özləri ordu olmadığı vaxtlarda dağlarda növbə çəkirdilər ki, ermənilər girməsin dağlara. Ordubadın bir məhəlləsinə demək qəlpə düşmüşdü, mərminin bir parçası düşmüşdü. Hətta bir hamilə xanım bildiyimə görə orada ölmüşdü bu qəlpədən. İnsanlar ki girirdi bunkerlərə, aşağıda zirzəmilər vardı evlərdə. Həyəcan siqnalı veriləndə belə danışırlar ki, yəni doğrudan da əslində olub, çünki mənim də yadımdadır. Yəni mən Bakıda olsam da əlaqəmiz var idi, qohumlarımız vardı. İnsanlar bunkerlərə girirlər, amma baxın, heç kəs çıxmadı Ordubaddan. Mən bunu dəfələrlə danışmışam. Heç kəs çıxmadı. Məsələn, mən uzağa getməyim, məşhur rəssam var. Naxçıvanın Şəmli Mustafayev. Onun məsəl üçün qardaşının yoldaşı, məsələn Nadir müəllimgil, mənə danışdıqlarını deyirəm. Qızları gil deyir ki, gəlin Bakıya. Deyirlər, biz çıxmarıq buradan. Yaşlı insanlar da çıxa bilərdilər. Heç kəs çıxmadı. Yəni, belə deyək də, o vaxt Şah Abbas müharibələrdən sonra torpaqları işğaldan azad edir, gəlir Ordubada, cami məscidin qarşısında çıxış edir və deyir ki, torpaqlarımız artıq işğaldan azad olundu. Və bir fərman verir.
sədaqətə, müqavimətə görə ordubadlıları mükafatlandırır. Bütün ordubadı vergidən azad eləyir. Yazır orada ki, o fərman indiyə qədər cami məscidin üstündədir. Və o məsəl var, deyir ki, mən Ordubadlıyam, Naxçıvanlı deyirəm. O söhbət əslində region söhbəti deyil. O vergi ilə bağlıdır. Ki, Naxçıvana gəlirmişlər, deyirmişlər ki, sən Ordubadlısan, Naxçıvanlı. Deyirmiş Ordubadlıyam, deyirmiş ki, indi müasir dillə deyək, yaşıl xəttdən keç. Bəli. Hazırda filmin istehsalat prosesi hansı yerdədir? Hazırda biz artıq filmi post-production'a başlamışıq. Əslində elə paralel gedirdi bu proses. Musiqilərin yazılışı prosesi davam edir. Daha doğrusu mahnılar var, bayatılara musiqi bəstələnib. Elə mən buradan bizim Yaşar Baxşı, səs supervisorimiz və Samir Əsədov bizim verilişin supervisorunu, həm də həmin filmdə onların əməyi var. Qiymətləndirirəm. Hər ikisi peşəkardır və biz demək paralel montaj prosesini yaxın həftəyə bitirmək niyyətində, yaxın həftələrə musiqi və daha sonra isə biz artıq planımız var ki 1991-ci ilin 3 sentyabrında necə ki ümumilli liderimiz Naxçıvan Ali Sovetinin sədri seçilmişdi və bizim qurtuluş mübarizəmizin tarixi də oradan başlayır əslində. Böyük mənada və biz istəyirik ki, o 35 illik münasibəti ilə ilk nümayişi də belə təşkil edək. Amma yenə deyirəm, bu film təkcə lokal deyil. Biz bu filmi xaricə, yəni biz bu filmi xarici ölkələrdə də, xarici platformalarda da yayımlayacağıq və indi paralel işlər gedir. Danışıqlar gedir, bəli. Paralel gedəcək bu proses. Yəni çəkdiyim rəfə qoydum, xeyr. Bu film platformalarda yayımlanacaq. Və son olaraq Kəmran müəllim, necə bilirsiniz, Ordubad Cənnətin İqamətgahı filmi yaddaşlarda nə ilə qalacaq? Yaddaşlarda çox şeylə qala bilər. Hər kəs, hər bir tamaşaçı görmək istədiyini görür ekranda. Amma Ordubad filmi mən düşünürəm ilk növbədə unikallığı ilə yadda qalacaq. Bilirsiniz, söhbət hansı yaddaşdan gedir? Yəni xarici əcnəbilərin tutaq ki, hafizəsindən, yoxsa yerli tamaşaçının. Yerli tamaşaçı əlbəttə ki öz bilirsiniz, Ordubad Azərbaycanın bir parçasıdır, Azərbaycanın incisidir. O regionun xüsusiyyətlərini bir daha özü üçün açmış olacaq. Orada elə kadrlar olmalıdır ki, elə yanaşma olmalıdır ki, yenə deyirəm, baxanda desinlər ki, Cənnətin İqamətgahı filmi var idi, bax orada bu var idi. Necə ki biz deyirik, bir sənədli film var idi. Mən onu orada görmüşdüm. Hindi də həmin şeydir bu. Başa düşürsünüz? Bizim küçə filmi yadınızdadır. Baxırlar televizora və qızı itmiş qızını orada görür ekranda. Demək ana və sənəd deyir ki, bu bir sənədli filmdir, deyir bəli. Bunu bir operator çəkib, deyir bəli. Deyir ki, bu kadrları bir nəfər operator çəkib, deyir bəli. Deyir bu sonda bir sənədli film olub, deyir bəli. Yəni bu da yaddaşda belə qalmalıdır. Əcnəbilər isə əlbəttə ki, bu filmə baxanda təbii ki, özləri üçün yeni kəşflər edə bilərlər. Turistləri mən gördüm. Ordubada çoxlu turistlər gəlir. Mən Qeysəriyyədə onların bir neçəsi ilə hətta ünsiyyətdə də oldum. Və biz düşünürük ki, Zəngəzur dəhlizinin açılması ərəfəsində, xüsusilə Trump trip layihəsi, Trump dəhlizinin artıq həyata keçmə ərəfəsində biz tarixiliyimiz, biz qədim sənətimiz, biz bir çox xüsusiyyətlərimizlə, nəsnələrimizlə bu film vasitəsilə dünyaya öz mesajımızı çatdırmağa çalışacağıq. Demirəm çatdıracağıq. Mən başımdan böyük istəmirəm danışım. İddiamız böyükdür. Amma hər şey şəraitdən asılıdır. Biz 24 saat çalışmalıyıq ki, məqsədə nail olaq. İnanın ki, məqsədə çatmaq çətin deyil. Çox şey insanın özündən asılıdır. Arzu edək ki, film tezliklə post-production mərhələsini keçib, təqdim olunsun və beynəlxalq platformalarda görmək ümidi ilə. Hörmətli dinləyicilər, bugün bizim qonağımız ssenari müəllifi, rejissor, Avropa Kino Akademiyasının üzvü və nəhayət Sinema Radionun bu layihənin rəhbəri Kəmran Qasımov idi. Kəmran bəy, çox təşəkkür edirəm sizə. Minnətdaram. İşlərinizdə uğurlar diləyirəm və studiyamıza gəldiyiniz üçün sizə təşəkkür edirəm. Cümləmizə uğurlar diləyək.
Sinema Radyo, Sinema Radyo, Sinema Radyo.